1990-cı ildən başladı bu həvəs məndə. Mənim ilk aldığım məhsul o mənim samavarımdır. Əslində o 2 şirvan idi mənə, bir şirvan yarıma, hətta mən onda pulum yox idi deyə, onu hissə-hissə mən ödədim. İlk aldığım samavardır bu. Gördüyünüz bu samavar küsüb. Niyə? Ona görə ki, qollarını aşağı salıb. Küskün samavar deyirlər bu samavara. Bəxtəvər samavardır. Niyə bəxtəvərdə samavar? Ona görə ki, qollarını, əllərini belinə qoyub. Məsəl üçün, bu samavarın armudu samavar deyirlər. Yaşı çox olan samavarımız hansıdır? Gördüyünüz bu samavardır. 3 lüleyni olan samavardır. 1825-ci ilə aiddir. 1825-ci ilin samavarı var burada. Bəli, hətta mənim bu samavarım kitabada düşübdür və sizə onu göstərə də bilərəm. Yazısı da var orada. Bu samavar türkə aiddir və mənbəyi oradan gəlir. Bunun əsl adı olubdur ilkdən Simuzər. Simuzər sözündən gəlib suyu süzən. Suyu süzən isə gəlib olub samovar. Rus dilinə çeviriblər, olub belə. Balaca avtomobil maketləri yoldaşıma aiddir. 368 avtomobil var. Mən yığdıqca onda da bir həvəs yarandı. Artıq başladı o da yığmağa. İlk pultlu televizor olubdu, Azərbaycana gəlibdi bu televizorlar. Markasını da görüb yaza bilərsiniz. Şap. Bax, gördüyünüz bu radio o dövrü üçün ilk radio olub. Hamı belə yığılırdı bir yerə, radio taxılırdı və nələr səslənirdi radioda maraqlıdır? O qədər. İndi bu dəqiqə hal-hazırda Allah can sağlığı versin. Bizim Ofeliya xanım, Sənani, onun səsi gedirdi. Gələcək nəsillərimizə bizdən bir yadigar olaraq qalsın.